canından can gedibdi. Vallahi. Valideyn de olsa biz onu balalarımızı əziyyətlə böyütsək də biz özümüz de o balalara borcluyuq. Yaşayırıq torpağın üstündə. Nəfəs alırıq. Biz de o balalara, o qəhrəman oğullara borcluyuq. Allah hamısının məqamını uca eləsin. Benim Yusuf'um bir dənə idi. Ne atası var idi, ne bacısı kardeşi. Ne bileyim. Anam, bugün belə deyək, belə bir sual verək. Çünki əlbəttə ağırdır və cavab vermək də ağırdır. Ancaq sualı özümüzə borc olaraq veririk. Anam, bugün Yusuf deyəndə hansı şirin xatirələri hələ də gözünün önündən getmir? İstərdim onun haqqında qısaca da olsa məlumat verəsən, dəyərli anam. Yusuf barədə çox şey. Elə bir Yusuf 3 yaşında atasız qaldı. Ben de elə bir Yusuf'la beraber büyüdüm valla. O kadar hatıralarımız vardı ki o hiç ne bileyim danışsan bir kitap bağlanar. Yusuf hamı deyirdi, tanıyanların hamısı deyirdi Yusuf ne bileyim belə qeyri-adi uşaqdı. Düz indi mən durub tərifləsəm anıyam deyəcəklər, anası təriflədi amma yani her şey göz qabağındadır. Yusuf çok ağıllı, o kadar yaşı az olsa da o kadar belə ne bileyim qabaq görən, çox həyatı dərk edən uşaq idi. Çox danışmaq olar. Allah sizə yenə can sağlığı versin, səbir versin. Çünki bu ocaq elə bir ocaqdır ki, hər bir insan vəsvəsidir, borcudur. Gəlib bu ocağı ziyarət etsin. Və biz də özümüzə Yusuf'in ruhu bizi bura getdi. Yusuf'in döyüşüb, torpağı azad edib və vətən üçün canından keçməyi bizi bura getdi. Bugün siz ana yenə də fəxrlə, qürurla, başı dik tut. Tək olsun da Allah da təkdir. Başı tək tutaraq, özünə bir təsəlli verərək və bu ocağı işıqlandır. Çünki, bəli, bu günləri bizim qəhrəman atamızdan da söz götürmək özümüzə borc verilir. Şahin əmi, sən də bir qəhrəman atasın. Məkanı cənnət eləsin. Gəldik yolda gördük, fransızca döndük də, bilmədən döndük. Allah məkanı cənnət eləsin. Anneye sabır dedik də, şəhid analarına Allah sabır versin. İşində ki, bizdə də rayonda Rəşadın anası iki oğlu idi. Biri şeydən qabaq rəhmətə getmişdi, bir də idi. Rəşad. Elə bir ana kimi təkdir. Əlbəttə. Heç kəsi yoxdur. Söhbət ondan gedir. Allah Teala cənnətdə görüşərik də. Bağlarımızda görüşərik inşallah. Allah ruhunu şad eləsin, ruhu qarşısında baş əyirik. Gülbəniz ana, Allah sənə səbir versin. Allah öz səbrin sənə evlə səbir versin ki, sən övladın ocağın hər zaman işıqlandırasan. Bugün yerə də üzümü tuturam Azərbaycan xalqına. Bax, Gülbəniz ana kimi neçə analar evin tənha qalmağı, evin yeganə övladın Azərbaycanın bütövlüyü uğrunda qurban verib. Bugün də Azərbaycan xalqı belə anaları yaddan çıxartmayalım. Bu analar da zaman keçsə, əsr ötsə, yenə də gözü yaşlıdır. Öz otağına keçsə, bugün övladının xatirələri gözünün önündən getmir və bu gün də yenə də deyirəm, bir musiqi toy səsi eşidəndə o anaların ürəyi yanır. Gəlin bu anaların ürəyinə qurban olaraq yanlarında olaq. Bir daha qarşında baş əyirəm. Biz də sizlərin qarşısında baş əyirik. Allah sizləri var eləsin. Biz bütün hər zaman evin yeganə övladların qurban verən anaların qarşısında ona görə baş əyirik ki, çünki evdə tək tənha qalırlar. Bütün şəhid anaları başımızın tacıdır. Siz də bizim anamızsınız, qarşısında baş əyirik. Var olasınız. Özümüzə borc bilirik ki, sizin də ocağa dönək. Valla biz analar heç nə istəmirik. Yəni heç nə ehtiyacımız yoxdur. Bir dənə bax belə qapımızı açsınlar, evladlarımızı tanısınlar, evladlarımızı belə çəkilişlər olsun. Yəni tək mənim oğlum yox, bütün şəhidlərimizə, onlara canımız qurban. Siz də sağ olun, var olun, gələn ayaqlarınız var olsun, Allah köməyinizdə olsun, can sağlığı versin hamımıza. Təşəkkür edirəm, var olasın. Bir daha qarşıda baş əyirəm biləsuvarımızın adından. Sizlərə çox sağ ol deyirəm və sizlərin qarşısında baş əyirik. Var olasın. Var olasın. Dediyim kimi hal-hazırda şəhidimiz vətən uğrunda canından keçdi. Təki vətən sağ olsun dedi. Bugün həqiqətən ürək yandırıcı, türk ürpədici bir ailədir. Bu ailə bir oğlu vətən uğrunda onu da qurban verdi. Arzularla yaşasa da belə arzusu yarımçıq qaldı. Övladının da, anasının da. Ana gənc yaşlarında ailəsini itirdi. Bir oğlu var idi, o arzu ilə yaşayırdı. Yenə deyirəm, qonşuda
hardasa bir toy səsi eşidəndə bu ananın ürəyi yanır. Və bu ananın simasında cəm şəhid anaların ürəyi yanır. Gəlin hər zaman şəhid anaların yaddan çıxartmayaq. Başımızın tacı olan şəhid ailələrin qarşısında baş əyirik. Qazilərimizə, veteranlarımıza və əsgərindən zabitinə kimi bütün hərbçilərimizin qarşısında baş əyirik. Allah şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, veteranlarımıza can sağlığı.